8-ci sual. Sözlərin hər ikisi əsasında klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Uşaqlar, cadugərlik və korroziya. Korroziya dedikdə bayaq. Korroziya o aya çevrilir. Vurğu ikinci can üzərinə düşür. Birinci samiti də K-dır. Bu isə nədir dedik? Metal, dəmir alətlərinin əlavə təsirə məruz qalanda əriməsi mənasını ifadə edir. Deməli, burada uşaqlar baxırıq, eyni samit qoşallığı bizdən deyir ki, ortaq olmasın. Yəni, ortaq olaraq klasteri tamamlaya bilməyəni istəyir. Eyni samit qoşallığı cadugərlikdə L-R-ya çevrilir. Korroziyanın zaten özündə qoşarlığı var. Burada bir ortaqdan biz ortağı seçmirik. Tərkibində uzanan sait iştirak etmir deyəndə cadugərlikdə var. Amma məsələn, korroziyada uzanan yoxdur. Sadəcə ikinci cədə O-ya vurğu düşür. Ona görə iki ortaq deyil. Dəyişir yazılış arasında iki fərqli məqam var deyəndə, korroziyada bir dənə O-aya çevrilir. Cadugərlikdə də L-R-ya çıxışdırxa. Bu da ortaq deyil. 2-3 ortaq deyil. Ahəng qanuna tabi olmaması ortaqdır hər ikisinin. Tərkibində bir dodaqlanan sait var. Korroziyada bəli O-aya çevrilir. Bir dənə O qalır, bir dənə dodaqlanan. Cadugərlikdə də U qalır dodaqlanan. Ortaq olduğu üçün bunu da seçmirik. Ona görə olacaq 2-3.